Bugün səhər televiziyaların birində səhər efirinə məni dəvət eləmişdilər. Verilişin əvvəlində xanım aparıcı mənə sual verdi ki, müəllim, məsləhət alırsan kimdənsə? Dedim ki, əlbəttə mən məsləhət alıram. Dedi, kimdən məsləhət alırsan? Dedim, böyüklərimdən, dostlarımdan, müəllimlərdən məsləhət alıram. Sonra mən dedim ki, əsas o deyil, mən kimdən məsləhət alıram. Əsas odur ki, mən məsləhət almağı lazım bilirəm. Bəli. Məsələ odur. Çox vacib. Çox vacibdir. Mən deyirəm ki, mən hər şeyi bilirəm, məni heç kəs aldada bilməz. Siz nə danışırsınız? Mən 30 ildir biznesin içindəyəm. Bax, sahibkarlarda ən önəmli problem bir dənəsi mərkəziyyətdə tək olmalarıdır. Aha. Ona görə də qoyduqları işçilər məsuliyyəti sahibkarın üzərinə atırlar. Sahibkar bəzən bütün qaraları özü verdiyini zənn edir, amma əslində klanlar tərəfindən idarə edilir. Aha. O yüzdən şirkətlərin çoxunda Amerikada idarə heyəti məntiqi var, müşahidə şurası məntiqi var. Orada bağımsız denetçi, yəni müstəqil idarə heyətinin üzvü bilə var. O adam o işlə məşğul olmasa belə, oradakı mövzuları dinləyib məntiqli, məntiqsiz etirazlar və ya fikirlər bəyan edilməsi istənir. Çünki müəyyən pəncərələr açılmalıdır. Sahibkarlar bütün qərarlar mənlik olsun düşüncəsinə qapıldıqları zaman hər problemdə yüzlərcə işçini yığıb 4 saat toplantı etdikləri müddətcə şirkət idarəçiliyində uğurlu ola bilməzdir.